Salam, xoş gəldiniz. Vaxtınız xeyir, dəyərli dostlar. 22 iyun 2026-cı il. Ümumi müharibənin 4505-ci günüdür. Nəyə görə ümumi müharibə deyirəm? Ona görə ki, bu günləri Krımda Ukrayna Silahlı Qüvvələri, pilot uçuş aparatları sistemləri yenidən çox yaxşı əməliyyatlar həyata keçiriblər və ilk dəfədir ki, Krım Tatar Məclisinin sədri, hörmətli Rəfat Ağa Çubarov, Krım Muxtar Respublikasında yaşayan və ora qeyri-qanuni köçürülmüş insanlara müraciət edir. Məclis sədri hörmətli Rəfat Ağa bildirib ki, hələ ki Kerç körpüsü salamatdır, hələ ki getməyə imkanınız var. Belə məsləhət görürük ki, siz Krımı tərk etməlisiniz, yoxsa yarımadanın şimal hissəsindəki quru ərazilər, quru körpülər, Çonqar-Çaplinka istiqaməti, Armyansk-Krasnoperekopsk yolları kəsildiyinə görə Krım körpüsü vurulandan sonra tamamilə işğal altına düşə bilərsiniz. Yəni, mühasirə şəraitində düşə bilərsiniz ki, bu da sizə yaxşı heç nə vəd etmir. Yəni, siz gəlib başqalarının evinə soxulmuşsunuz, başqalarının evində yaşayırsınız və hörmətli məclis sədri həm də bildirib ki, indiyə qədər də, yadınızdadırsa, mən bu barədə dünən də Sırağa Gülkəfələrimizə demişdim. Hələ də Krım yarımadasında 100 minlərlə Ukrayna vətəndaşı var ki, nə Rus pasport almayıblar, yəni Moskva pasport almayıblar, nə də almaq fikrində deyirlər. Və biz onların qayğısına qalmalıyıq, amma siz, deməli, bu yaranacaq vəziyyətdən çıxış yolu istəyirsinizsə, biz sizə deyirik, hələ ki gec deyil, Krımı tərk edin. Yəni, kimlər tərk etsin? Təbii ki, işğalçılar və sonradan Krıma daşınıb gətirilmiş həmin o müftəxorlar ki, gəlib cəmaatın oradan çıxanların evlərinə soxulublar, bağlarına. Necə belə çox bir faciəli bir vəziyyətdir. Həmişə belə olur. Yəni 44-cü ilin may ayında da Krım tatarlarını, türklərini oradan köçürəndən sonra təbii ki, 100 minlərlə insanı 416 min rəsmi sənədə görə Krım tatarını köçürmüşdülər. Özləri hamısı da bəy kimi yaşayıblar. Sözün birbaşa mənası. Yəni şəxsi evlərdə yaşayıblar. O zaman belə deyək, indi kimi hündür mərtəbəli binalar yox idi. Təsəvvür edin ki, 416 min Krım tatarının evini, eşiyini ruslar gəlib, deməli, sahib çıxmışdılar. İndi o sayda deyil təbii ki, amma yenə də, deməli, Rusiya tərəfdən gətirilmiş o müftəxorlar, o, necə deyim, haramzadalar, üzr istəyirəm ifadəmə görə, amma başqa tanımıram ki, başqalarının evinə, torpağına, binasına, həyətinə, bostanına, bağına sahib çıxıblar. Ona görə məclisin sədri xəbərdarlıq edir. Təbii ki, bu xəbərdarlığın arxasında Ukrayna siyasi hakimiyyəti, hərbi hakimiyyəti ilə razılaşdırmalar var. Doğrudan yəqin ki, biz də eşidirik təbii ki, hakimiyyət dəhlizlərində, parlamentdə, yəqin ki, doğrudan da körpünün vurulması ilə bağlı artıq qərarın yetişdiyi mənasına gəlir. Ona görə nə oldu ki, birdən-birə indiyə qədər niyə müraciət eləmirdi? Deməli, bu qərar müəyyən mənada getdikcə öz gücünü alır və Ukrayna ictimaiyyəti də tələb edir ki, Krımdakı o yollar hamısı kəsilsin, bəlkə ondan sonra nəsə çıxıb gedələr. Görükdə isə vəziyyət Krımda təbii ki, yaxşı deyil. Bu günləri, deməli, deyim biləsiniz, 2022-ci ilin fevralına qədər ki, Krım işğal altındaydı, amma Xerson vilayəti belə deyək də, yəni o boğazdan kəsilmişdi. Sevaş gölünün üzərindən ki, bu günlər o körpülər vurulub Çaplinka, Çonqar istiqamətində. Ruslar gətirib orada Armyanskda böyük bir Federal Təhlükəsizlik Xidmətinin bir şöbəsini yaratmışdılar və orada sərhəd qoşunlarının kazarmalarını tikmişdilər. Və o gündən bu günə qədər orada Rusların nədənsə sərhəd qoşunları yerləşir. Ola bilsin, nəsə, indi səbəbini bilmirik. Bu günləri Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları həmin o ofisə zərbə endiriblər və həmin o kazarmalar istiqamətində atəş açılıb. Bildirildiyinə görə orada təxminən 3 dəfə, 4 dəfə partlayış olub. Amma real rəqəmləri biz sizə axşam deyə biləcəyik. Bundan əlavə,
Bu günləri bilirsiniz. Rusların 2-ci Dünya müharibəsi deyirlər güya. Amma daha doğrusu onlar Böyük Vətən müharibəsi deyirlər. Yəni 2-ci Dünya müharibəsinin SSRİ-yə qarşı olan hissəsindən söhbət gedir. Bu gün iyun ayının 22-si 41-ci il. 85 il bundan öncə Hitler Almaniyası SSRİ-yə hücum elədi. Amma 2-ci Dünya müharibəsinin başlanma tarixi hər dəfə biz deyirik. Sentyabrın 1-i 1939-cu ildir ki, Hitler Katerin üzərində Gdansk'a gəldi. Datsik deyildilər Almanlar. Yəni Polşanın şimalında Baltik dənizinin limanına gəldi. Və bu 2 illik tarixi yox etmək üçün və 2-ci Dünya müharibəsinə Böyük Vətən müharibəsi demək üçün, çünki həmin 2 il ərzində Almanlarla Kreml, Ribbentrop-la Molotov, Stalinlə Hitler dostluq edirdilər və Avropanı bölüşdürmək üçün qərarlar vermişdilər. Ona görə bunlar güya 2-ci Dünya müharibəsinin başlanğıc günün iyun ayının 22-sindən sayırlar. Amma bu yalandır təbii ki. Çünki Avropanın digər ölkələri Avstriya tutulmuşdu, Çexoslovakiya tutulmuşdu və digər Fransa tutulmuşdu. Adını siz deyin. Və digər Avropada ümumiyyətlə salamat ölkə qalmamışdı. Gül qoyurdu güya bu günləri. Orada şəhərlər vardı, işğal altında olan şəhərlər, Kremlin divarları yaxınlığında. Demək, Voronejə gül qoyanda Voronejdəki zavod vuruldu. Çox qəribə belə bir məsələ oldu. Bu da ondan xəbər verir ki, doğrudan da Ukrayna peykləri, daha doğrusu qərbdəki müttəfiqlərimizin, dostlarımızın peykləri dəqiq bizə məlumatlar verirlər. Voronej şəhərinin adının fonunda əskər gül gətirdi ki, Voronejə yad eləsin, Voroneji. Bax, elə həmin anda da Ukrayna pilotsuz aparatları Voronej şəhərindəki zavoda zərbə endirdilər. Bunun əlavə, əziz dostlar, bu günləri Dubnada, Moskva vilayətində Dubna şəhərində bilirsiniz. Həm orada beynəlxalq nüvə mərkəzi var, həm də Rusiyanın kosmik rabitə idarəsi orada yerləşir. Mən özüm orada olmuşam Dubnada, bilirəm nə deyirəm. Çox böyük, belə, nə bilim, şəklini axşam göstərərəm sizə. Deməli, oradakı o kosmosdan gələn siqnallar, kosmik rabitə əlaqələrdə, belə deyək, əsas lokatorlar, sistemlər, əsas o siqnal göndərənlər hamısı orada yerləşir. Onlara da bu günlər hücum edilib. Orada da tüstüləndiyi bildirilir. Yəni, nə qədər yanıb, yanmayıb, orasını demək mümkün deyil. Və dediyim kimi, yenə Sevastopol, Feodosiyada olub. Belə hadisələr, ona görə körpü yenə bağlı olub. Bax, bütün gün ərzində Ukrayna Silahlı Qüvvələri bütün sahələrdə həm deep strike'lar, yəni Rusiyanın dərinliklərinə zərbələr endirirlər, həm də Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, Moskva üzərində güya 84 pilot uçuş aparatı vurublar. Sonra Belqrada Ukrayna tərəfi hücum edib, Bryanskda zavoda hücum edilib və hansısa yanacaq mərkəzidir, bazasıdır, orada partlayışlar olub. Və çoxlu belə hadisələr baş verib. Odur ki, əziz dostlar, axşamki efirimizdə bizim yanımızda olun. Axşam bunlarla bağlı, bunların hamısı ilə bağlı sizin ətraflı danışacağıq və bir də qayıdıram. Krım Tatar Məclisi sədri dostumuz Rəfat Ağa Çubarovun Rusiyadan 2014-cü ildən sonra Krıma köçənlərinə, ola bilsin bizim həm yerlərimizdən də var, yəni həm vətənlərimiz də var orada. Bilsinlər ki, onların hamısı, deməli, insanlar hamısı siyahıdadır. Yəni, gələnləri demirəm, hər halda orada yaşayanlar siyahıda olduğuna görə gələnləri əlbəttə ki, tapmaq, aşkar etmək çox asandır. Belə insanlar varsa da oradan da həyatların təhlükəyə atmasınlar. Çünki Ukrayna tərəf bir mənalı olaraq öz torpaqlarını Rusiyaya verən deyil. Yəni, bunu biləsiniz və işğaldan azad edilmənin biz hələ müharibə başlayandan biz deyirdik bunu. İri miqyaslı müharibə başlayanda da mən bəlkə onlarla dəfə demişəm, bir daha təkrar edirəm sizin üçün. Müharibə haradan başlayıbsa, oradan da geri qayıtmalıdır. Krım atəşsiz, yəni Ukraynanın Krımı təcrid etməsi, mühasirəyə alması, ona strateji logistik mühasirə də deyirlər. Yəni, Krımda heç kəs tərpənə bilməyəcək. Su, işıq, qaz, neft, yanacaq, bütün bunlar hamısı rabitə, mən hətta əminəm ki, yaxınlarda Krımda internet də kəsilə bilər. Bunların hamısı olacaq. Bir şərtlə ki, Krımda yaşayan qeyri-qanuni ora gətirilənlər hələ ki, körpü açıqdır, çıxıb getsinlər. Yerdə qalan öz vətəndaşlarımızla biz özümüz bilərik.
Kimlər onlardan keçib Ruslar tərəfinə. Yeri gəlmişən keçənlərin böyük bir qismini Ruslar özləri incitdi. Çünki bütün hallarda inqilablar ilk növbədə öz övladların yeyirlər. Yəni onlar oradan da böyük planlar qurmuşdular. Bu yaramazlar da gələndə, yəni Kremldən gələnlər də olanda təbii ki öz banditləri ilə gəldilər. Bax belə dostlar, inşallah axşam görüşürük saat Bakı vaxtı ilə saat 22:00-da bu və digər mövzular ətrafında tamamilə yeni deməli məlumatlar olacaq və daha dolğun məlumatlar olacaq. İş günümüz davam edir. Görüşənə qədər. Sağ olun.